Salam, dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə naxışları itməyən, günlərlə saxlasanız belə yumuşaq qalan, ağızda əriyən şəkərbura hazırlayacağıq. Videoya başlamazdan əvvəl videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə başlayaq şəkərburamızın xəmirini hazırlamağa. Əvvəlcə bir qaba 1 kilo un əlavə edirik, üzərinə 2 xörək qaşığı smetana əlavə edirik. Daha sonra üzərinə 1 paket vanilin, 3 ədəd yumurta əlavə edirik. Və 1 çay qaşığı mayanı yarım stəkan süddə həll edib xəmirimi əlavə edirəm. Üzərinə 150 qram ərdilmiş kərəyağı əlavə edirəm və xəmirimi yoğurmağa başlayıram. Xəmirimi biraz yoğurduqdan sonra üzərinə yarım stəkan ilıq süd əlavə edib yoğururam. Şəkərburanın xəmiri bərk xəmiri alınmalıdır. Xəmirimi yarım saat mayalandıracağam. Daha sonra şəkərburamı hazırlamağa başlayacağıq. Xəmirimizi yarım saat mayalandırdıq. İndi isə kiçik hissələrə ayırıb kündələyəcəyik. Bu reseptlə 60 ədəd şəkərbura alınır. Xəmirimizi kiçik kündələrə ayırdıq. İndi isə hissə-hissə şəkərburamızı hazırlayaq. Əvvəlcə kündəmizi bu şəkildə açırıq. Lakin çox böyük olmamalıdır. İçərisinə əvvəlcədən hazırladığımız fındıq içliyini əlavə edirik. Və bu şəkildə kənarlarını bükürük. Və son olaraq şəkərburamızın üzərinə bəzəyirik. Şəkərburamızın üzerini bəzədikdən sonra 10-15 dəqiqə sərin yerdə saxlayıb biraz özünü tutmağını gözləyirik. Daha sonra əvvəlcədən isidilmiş 150 dərəcəli sobada 20 dəqiqə ərzində bişiririk. Şəkərburalarımız artıq pişdi, hazırdır. Siz də bu cür gözəl, həm dadlı, həm də yumuşaq şəkərbura hazırlaya bilərsiniz. Videonu bəyəndiysəniz kanalıma abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.